1926-cı ildə Bakıda keçirilən Türkoloji qurultayda olmayan, bununla belə ortaq Türk tarixini yaradan şəxsiyyətlər də mövcuddur. Onlardan biri də Maqsud Şeyxzadədir. Azərbaycan və Özbəkistan ədəbiyyatlarını bağrıbadaş inkişaf elətdirən, onların bir-birinin içində əriməsinə və eyni zamanda böyüməsinə xidmət edən belə ziyalılar çoxdur. O'tgan asrning boshlarida O'zbekistonda shunday ma'rifatparvar ziyolilar harakati yuzaga keldiki, bu jadidlar nomi bilan tarixda qoldi. Jadidlarning eng asosiy birinchi oldiga qo'ygan maqsadi bu xalqni savodli qilish edi. Savodli bo'lgan xalqgina o'sha yuksak taraqqiyotga erishish mumkinligini ular tushunib yetganlar. Shuning uchun birinchi navbatda yangi usuldagi maktablarni ochdilar ular. Teatrlar tashkil qildi, matbuotni tashkil qildi. Buni eng asosiy sabablari mana nima uchun ular teatrni tashkil qildi. Teatrda o'sha paytdagi eng muhim muammolar teatr orqali xalqqa ko'rsatib berildi. Bu paytda radio yo'q, televideniya yo'q. Shuni teatr orqali ko'rsatib berishdi.